7 ildir uşaq şahdır. Doğulandan 7 yaşına qədər evin şahıdır. Ne üçündür bu? Yəni sən ona dözməlisən. O səndə o dözümü görüb mənimsəsin. 7 il onu azad bıraq. Uşaq da istədiyin ilir, sən də dözməlisən axı buna. Yeni evlənənlərə tövsiyəmdir. Çünki çoxdan evlənənlər əməl eləmədilər buna, çoxsu. Bir çox əməl eləmədilər. 7 ilə qədər uşaq deyir, şahdır və uşaq şah olmaqla istədiyini eləməlidir, sən də dözməlisən ona və bu uşağı da tərbiyə edir, atanı da, ilk ananı da. İlk 7 ildə ata-ana adam olmalıdır, əslində deyir, adam ol, nədir adam ol, yəni səbr elə. O uşaq da görür ki, atası səbr eləyir, anası səbr eləyir, onu mənimsəyir, səbr xüsusiyyətini mənimsəyir. Uşaq belə tərbiyə olur. Amma görsə ki, tez özündən çıxır ata-ana, ona zərbə dəyir. Bu tələskən varlığı ailədə 7 il şah qərar verir Allah ki, bu dünyaya təzə gəlib, özü də tələskəndir. Siz buna qulluq eləyin, o görəcək ki, məsələn, necə onun nazı ilə oynayırlar. Əlbəttə ki, yenə deyirəm, məsələn, hansısa təhlükələrdən uşağı qorumaq lazımdır. Dolay, yox deməklə, qışqırmaqla yox, onu səbirlə. Bu səbri səndə görsə, onda artıq hazırlıq yaranır. Onun ruhuna hopur o səbir. Musa aleyhissalam Allah'a dedi ki, istəyirəm daha çox səbirli olam. Allah buyurdu ki, get uşaqla oyna. O boyda Peyğəmbərə deyir. Uşaqla oyna ki, səbir xüsusiyyəti səndə yaransın. Uşağa döz. Əvvəl şirin olur, bir 10 dəqiqə, 15 dəqiqə sonra dözmək lazımdır onun kaprizlərinə. Çox fövqəladə çətindir. Yəni, demək asandır. Fövqəladə çətindir və onunla məşğul olmaq lazımdır. İlahi, məni tələskən yaratmısan, deyirsən səbirli ol. Niyə belə eləyirsən axı? Çünki mən sənə dəyər verirəm. Çünki səndə olan potensialı bilirəm. Sən axına qarşı getməklə həyatı başlamalısan. Sən dəyərlisən, sən bacararsan. Alınar. İnsan tez nəticə istəyir, dünya vermir. Dözməli olacaqsan. Bundan həm də nə başa düşülür? Bundan həm də o başa düşülür ki, dünya insanın yeri deyil. Bir yer ki, istədiyimi mənə vermir, mən də istəyirəm, deməli, mənim yerim deyil. Bunu başa salır. Neçə bir güllə ilə neçə dovşan vurmaq budur. Həm səni tərbiyələndirir, eyni zamanda səni başa salır ki, sən görürsən necə yaratmışam səni. İstəyən kimi istəyirsən yanında olsun, hazır olsun. Dünya da sənə vermir, ləngidir. Deməli, nəticə çıxar ki, bura mənim yerim deyil. Mən bura üçün deyiləm. Qarşıda bir aləm var, Allah